Bismillah, yaxın dövrdə böyük uğur qazanacaq bürclər, xəyalları reallaşacaq bürclər kimlərdir? Yaxın dövrdə aprelin ikinci yarısı, mayın əvvəli bəzi bürclər üçün həqiqətən güclü yüksəliş enerjisi var. Xüsusilə aşağıdakı bürclər böyük uğur qazanmağa və xəyallarını reallaşdırmağa daha yaxındır. Şirlər üçün səhnə açılır, uzun müddətdir gözlədikləri fürsət nəhayət gəlir. Karyera və pul sahəsində sıçrayış mümkündür. Ətrafdan böyük dəstək görəcəksən. Xəyallar real plana çevrilir. Buğa bürcü artıq zəhmətinin bəhrəsini yığmağa başlayır. Pul artımı və yeni qazanc yolları. Maddi sabitlik güclənir. Uzun müddətli arzular reallaşa bilər. Əqrəblər üçün transformasiya dövrüdür. Köhnə bağlanır, yenisi başlayır. Güclü qərarlar həyatını dəyişəcək. Gizli fürsətlər ortaya çıxacaq. Böyük uğur ani şəkildə gələ bilər. Dolçalar üçün sürpriz uğurlar dövrüdür. Gözləmədiyin anda şans qapını döyəcək. Yeni tanışlıqlar həyatını dəyişə bilər. Xəyalların üçün doğru insanlar qarşılaşacaq. Qoçlar üçün hərəkət və cəsarət zamanı. Risk edən qazanacaq. Yeni başlanğıclar uğur gətirəcək. Liderlik qabiliyyətin səni önə çıxaracaq. Ümumi enerji. Bu dövrdə ən çox uğur qazananlar qorxmayan, qərar verən və addım atan bürclər olacaq. Uğur artıq yaxınlaşır. Sadəcə onu qarşılamaq lazımdır.